Həqiqi şükür nədir? Nemətlərin davamı və artması. Ona görə də nankörlük və unutqanlıq isə bərəkətin azalması və xeyrin əskilməsidir. Bu ayəni necə həyatını tətbiq edəcəksən? Özünü çətin günlərdə belə şükr etməyə alışdır. Nəyə görə? Əlində olan nemətlər minlərlə insanda yoxdur. Çünki hər bir imtihanın içində də gizli bir nemət var. Şükür həyat tərzinə çevir. Danışığında, davranışında, insanlarla münasibətində, həmçinin ailənə də şükr etməyi öyrət. Baxın, nemətləri xatırlamaq və onların qədrini bilmək üçün birlikdə vaxt ayırın. Hər zaman evladlarımıza öyrədəyin. Ey evladım, bax, əlimizdə olan nemət həmd olsun Allah təala. Bu Allahın nemətləridir. Bizim zəhmətimiz var, bacarımız var, amma müvəffəq edən kim? Uca Allah təala. Həmçinin özündən daha az nemətə sahib olanları gördükdə qəlbini şükürlə doldur və Allahın sənə olan lütfünü xatırla. Baxın, kim şükür edərsə yüksələr, kim razı qalarsa rahatlıq tapar. Şükür yalnız nemətlərin artmasına səbəb olmur, həm də insanın qəlbini narazılıq və məhrumluq hissindən razılıq və arxayınlıq halına gətirir. Həyata gözəl baxanlardan ol. Gününə şükür və razılıqla başla. O zaman görəcəksən ki, bərəkət sənə düşündüyündən daha yaxın imiş.